Başlayaq. Birinci sual nə deyir? Hansı 5.3 fizika kimya hadisələr? Görünən test olması kimi hansı alınma prosesi fiziki hadisəyə əsaslanır? Deyin görək. Kartofun tərkibi nədir? Nişasta. Nişastanın özünün alınması nə olar? Kartofun tərkibindən nişasta çıxarılır. Yəni kartofun tərkibi nişasta başqa maddə deyil. Onda nişastanın özü alınır, eləcə. Bir maddə başqa maddəyə çevrilir ki? Yox. Onda özü alınırsa sadəcə fiziki proses. Glukozadan etil spirti. Glukoza başqa maddədir. C6H12 etil spirti başqa maddədir. Bir maddənin başqa maddənin alınması nədir? Kimya hadisə. Bizə fiziki soruşur. Bir fizikidir. Neftin tərkibindən benzin çıxarılması. Maddənin qarışığın tərkibindən bir maddənin çıxarılması nədir? Fiziki. Neftin tərkibindən benzin nədir? Fiziki proses. Neft nədir uşaqlar? Qarışıq. Qarışıqdan hər hansı maddənin alınması fiziki hadisədir. Ağacdan kömürün alınması. Yəni, nə olacaq? Bəli, bir maddən başqa maddə alınırsa kimya. 1-3. Növbəti. 1-3 B variantı. Sonra. Aha. Nə deyir uşaqlar? Baxın, ikinci. Hansı hadisələr kimyavidir? Kimyavi hadisədir. Uşaqlar, çürümə nədir? Bir maddənin tərkibinin dəyişməsi, çürüyüb başqa maddəyə çevrilir, kimyavi. Sonra, paslanma, kimyavi, 1-2, C variantı. Hansı hallarda fiziki hadisə baş verir? Uşaqlar, fiziki hadisə nəyə deyilir? Maddənin həcmi, forması, ölçüsü dəyişməsi ilə baş verən hadisə fiziki hadisə. Deməli, oksigen ozon qazına çevrilməsi. Bu hansı hadisə uşaqlar? Bir maddə başqa maddəyə çevrilir, kimyavi. Buzun suya çevrilməsi. Buz nədir tərkibi? H2O. Eyni maddənin nəyə dəyişikdir? Buzdan suya, aqreqat halı, bərkdən maya, fiziki. Dəmir və kükürdü qarışığından dəmirin ayrılması. Qarışığın tərkibindən hər hansı maddənin ayrılması nə idi? Fiziki hadisə. Deməli, 2-3. Baxın yenə. Hansı hadisə zamanı yeni maddə əmələ gəlir? Uşaqlar, yeni maddə nə zaman əmələ gəlir? Kimyavi hadisə zamanı, kimyavi hadisə baş verəndə. Buxarlanma nə idi? Eyni maddənin maye halından qaz salınma, fiziki. Dəmirin əltifdə, dəmir bərk haldan maye halına, aqreqat hal dəyişir. Kömürün yanması, bir maddə nəyə çevirir? Başqa maddəyə. Bəli, kömür karbon qazına. Spirt və su qarışığından distillər sulu. Distillər nə idi? Maye qarışığı ayırma suda. Maye qarışığı biri ayrılır. Buxarlar sonra soyulur, distillər kondensasiya olur. Şəkəri suda məhluldan kristallaşdırıb ayırdıqda. Kristallaşdırma su ilə şəkərin tərkibindəki maddə, daha doğrusu suyun tərkibində şəkər kristallaşır, bərk hala keçir və ayrılır. Nədir? Fiziki proses. C variantı. Qarışığın ayrılması nədir uşaqlar? Qarışığın ayrılması fiziki hadisədir. Hansı fiziki hadisədir? Özümüz deyil. Dördüncü deyir ki, eyni maddə alınır. Eyni maddə C-də alınır. Eyni maddə alınır, yoxsa alınmır deyil. Baxaq. Yeni maddə alınır. Yeni maddə nə deməkdir? Yəni, kimyavi reaksiya baş verir, bir maddən başqa yeni maddə alınır. Yəni, kimyavi hadisə. Sonra uşaqlar, baxın, nə deyir? Fiziki hadisə hansı uşaqlar? Bəli, hansı prosesdir? Sublimə hansı proses uşaqlar? Deyin görür, sublimə. Bərkdən qaza hansı maddələrdir? Yod, quru buz, bir də parafin. Bəli. Bu maddələr sublimedir. Paslanma da korroziya və sair kimyavidir. 6. Hansı halda kimyavi hadisə baş verir? Özümüz tapır. Yəni, maddənin tərkibi dəyişilir, yeni maddə alınmır. Distillər, maye qarışığından hər hansı mayenin ayrılması. Distillər sulunda nə olur? Maddələr hamısı maye halda olur və tərkibindən biri buxarlanır ən tez və buxarlanan maddə nəyə təzədir? Kondensasiya olur. Əvvəl qaynayır, maddə buxarlanır, sonra təzə soyulur, kondensasiya olur. Qızqırmadır, pirolizdir, yanmadır, parçalanmadır. Bunlar da hamısı kimyavi hadisədir. Kimyavi hadisə mənə baş verir. Maddənin tərkibi dəyişilir. Bir maddə başqa maddəyə çevrilir. Demək oldu burada nefti distilləsi. Sonra 8-də 7 uşaqlar. Kimyavi hadisə hansıdır özümüz tapın. Yanma nədir? Kimyavi. Paslanma kimyavi. Suyun donması, mayədən bərkə. Fiziki. Yodun subliməsi isə bərkdən qaza sublimə. Eyni maddənin aqreqat halı dəyişir, fiziki. 1-3. 8-də özümüz tapın tez. Hansı hadisə
fiziki hadisədir. Yəni maddənin aqreqat halı həcmi, forması, ölçüsü dəyişir, tərkibi dəyişir. Metalın əriməsi, ərimə, bərkdən maye. Kömürün yanması, yanma nədir kimyəvi, belə A variantı, metalın əriməsi. Qızqırma, paslanma, çürümə, bunların çoxu hamısı nədir? Kimyəvi hadisə. Bir maddə başqa maddəyə çevrilir. Reaksiyanın təminin sadə sol əmsallaşdırılması. Uşaqlar, burada neçə flor var? 3. Burada isə 2 hidrogen var və burada 1 flor var, 1 düyün var. 1, 3, 2-nin əkobu neçədir? 6. Deməli, bura 6 olması üçün, xlorun sayısı burada 6 olması üçün, bura 2 yazırıq. Bura 2 yazırıq, 2 dəfə 3, 6. Burada xlorun ayağında 1 var. 1-i 6 eləmək üçün, bura 6 yazırıq. Bura 6 yazanda hidrogen sayısı 6, burada 2-dir, bura 3 yazırıq. 3 dəfə 2, 6. Alüminium sayısı burada 2-dir, burada 2-dir, bərabərdir. Əmsallaşdı. Oksigen sayısı 3 burada, əmsal indeksə vurur. Əmsal indeksə vurur. Nəyə verir? Atom sayını. Suyun qabağında 3 var. 3-ü 2-yə vuranda burada 6 hidrogen var, 3-ü 1-ə vuranda 3 oksigen var. H-klorun qarşısındakı əmsal neçədir? 6. Doğrudur uşaqlar. B variantı. Növbəti. Yenə uşaqlar. Deməli, burada qayda nədir? Sol və sağ tərəfdə görsənməyən atomlar məhsulun tərkibində olur. Sol tərəfdə neçə karbon var? 1, 1, 2. Sağ tərəf 1 karbon var. 1 karbon görsənmir. 1 karbon görsənmirsə, X-in tərkibi nədir? Ən az 1 karbon var. Sol tərəfdə 2 natrium, sağda 2 natrium. Natrium sayı bərabərdir. X-in tərkibində natrium yoxdur. Sol tərəfdə oksigen sayısı 1, 1, 2, bir də burada 3. Solda cəmi oksigen var. Sağ tərəfdə oksigen, oksigenlərin sayı bərabərdir. Yox, X-in tərkibində. Sol tərəfdə neçə hidrogen var? 3-ü burada, biri burada, 4 dənə. Sağda görsənmir. Onda X-in tərkibində var 4 ədəd hidrogen var. X-in tərkibi nə oldu? CH4. CH4 maddəsini deyir ki, oksigenlə yandıranda A oksigenin o miqdarı. Alınır karbon qazı və su. Yadda saxlayın. Karbonlu hidrogenli maddələri yandıran zaman burada nə qədər karbon görürsünüzsə, karbonun sayı qədər karbon qazı alınır. Neçə karbon var? 1. 1 karbonun sayı qədər 1 mol karbon qazı, beynin qiyməti 1. Neçə hidrogen var? 4. Hidrogenin sayısının yarısı qədər su alınır, həmişə. Maddənin tərkibində nə qədər hidrogen varsa, həmişə yandırılıqda, yəni karbonlu hidrogeni birləşmə yanan zaman hidrogenin sayısının yarısı qədər su alınır. 4-ün yarısı deyir 2. Bura 2. C-nin qiyməti 2. Oksigeni əmsallaşdırın, sadə sulla. Buradakı oksigenin qabağındakı əmsal oksigen yana vur. 1 bıraq 2, 2. Burada 2 oksigen var. Burada 2 bıraq 1, 2. 2 oksigen burada var. 2, 2, 4. Sağda cəmi 4 oksigen var. Sol tərəfdə oksigen ayağında 2 var. Neçəyə satır deyirlər? 2. Ən azı 2, bəli. A-nın qiyməti 2, B-nin qiyməti 1, C-nin qiyməti 2. 2, 1, 2, yəni D variantı. Baxaq yenə. Nə oldu? Sözdür. Şuysan. Belə gəlirsən. Sonra uşaqlar, baxaq 11-ə. 11-i biraz özünüz baxın görün, fikirləşin görək. 11-də necədir qayda? Deyil. Sol tərəfdə nə qədər mis var? 3. 3 mol kupru, mis. Sağda 3 mol mis var. Demək, X-in tərkibində mis yoxdur. 2X-in tərkibində, diqqət olun. Sol tərəfdə 8 bıraq 1, 8 hidrogen var. Sağ tərəfdə 4 dəfə 2, 8. Sol və sağ tərəfdə hidrogenlərin sayı bərabərdir. X-in tərkibində hidrogen yoxdur. Sol tərəfdə 8 azot var, sağ tərəfdə 3-ü 2-yə vur, indeksin mötəzə xaricinə vur. 2, 6, 6-nı vur bunun indeksinə, 1-ə, 6. Solda 8 dənə azot var, sağda isə 6 azot var. 8 azotdan 6-sı getdi, 2-si qaldı. Onda burada 2 azot görsənir. 2X-in tərkibində var, 2 dənə azot var. Sol tərəfdə oksigen sayı 8 dəfə 3, 24. Sağ tərəfdə 3 dəfə 2, 6, 6 dəfə 3, 18. Əmsalı mötərizə xaricinə vurur birinci. Ondan sonra daxildəki indeksə vurur. 18 burada, 4 dənə 4, 4 da burada, 22. Solda 24 oksigen var, sağda 22. Neçə oksigen çatışır? 2. Onda 1X-in tərkibində nə var? 2X-in tərkibində 2 azot, 2 oksigen varsa, 1X-də nə var?
Bir azot, bir oksigen. İkisi tərkibi nə oldu? NO. Növbəti. Hansı hadisə kimyəvi hadisədir? Özünüz tapın görün. Kimyəvi hadisə hansıdır? Qıcqırma, bir də nə? Nəyə görə? Kristallaşdırma üsulu nədir uşaqlar? Kim deyər? Tərkibi dəyişmə Eynisi qarışığın ayrılma üsullarında nə idi? Kristallaşdırma. Necə olurdu? Nə baş verir deyin görün. Kristallaşdırmada. Nə baş verir? Nə ilə? Bəli, duzla su və ya şəkərlə su əsas. Nə olur? Əvvəlcə su buxarlanır qismən. Qatı məhlul qalır, şəkərlə su məhlul. Daha sonra qalan qaynar qatı məhlul soyulur. Bu zaman nə olur? Şəkər kristallaşır, su qalır. Bəli, kəskin soyuyan şəkər kristallaşır. Qıcqırma ilə yanma uşaqlar nədir? Qıcqırma yanma bəli, kimya hadisə. 13 özünüz tapın görün tez. 13-də x-in ayağı n, y-in ayağı n-dir. Deməli, sağ tərəfdə 2x və 2y var. Qabaqdakı əmsal hər ikisini aiddir. 2x, 2y var. Onda sağ tərəfdə 2x, 2y varsa da, sol tərəfdə x ilə y-in qabağında əmsal 1-dir. Ayağındakı n isə 2 eləsin. Yəni, x-in ayağındakı və y-in ayağındakı ölçü olmalıdır ikisi. 2. Onda m ilə n-in qiymətini 2 tapdıq. M və n-in qiymətini. M və n-in qiymətini 2 tapıb yazandan sonra qeyd edeyim. Deməli, n2, n2. M-ə 2 yazın. 3x2 üstə gələk z2. Alınır 2a. 3 bıraq 2 neçə eləyir? 6. 2a-nın tərkibində 6x var. 1 bıraq 2, 2z var. Onda 1a-nın tərkibində nə var? Hər tərəf 2-yə bölür. 3x və 1z. Yəni, nə olacaq? Birləşdirim, yığcamlaşdırın. A-nın tərkibi nədir? x3, z. Tutardı. A-nın tərkibi x3, z-dir. Hansı variantdır? D variantdır. 14 özümüz deyil. Fiziki hadisələrə əsaslanan çevrilmə. Yəni, hansı hadisə fiziki hadisədir? Qarışıqdan, havadan azot qazının sərbəst alınması. Qarışığın tərkibində azot nədir? Sərbəst alınır. Qarışığın tərkibindədir. Qarışığın tərkibindəki sərbəst halda olan maddəni çıxarmaq nədir? Fiziki hadisə. Çünki qarışığın tərkibində o maddə saf halda özü olduğu kimidir. Ona görə qarışıqdan hər hansı maddənin ayrılması nədir? Fiziki hadisə. Suyun tərkibi nədir? H2O. Suyun tərkibindən oksigeni qoparmaq sizcə hansı hadisədir? Kimyəvi. Çünki mürəkkəb maddənin tərkibindən elementi qoparırsınız. Bəli, bu kimyəvidir. Bu getdi, bu fizikidir. Karbon qazından quru buz. Karbon qaz nədir? CO2 qaz halında. CO2 qaz halında olan maddəni nə hala salıbdır? Quru buz. Yəni CO2 bərk alır, buz halına. Yəni karbon qazını dondurubdur, nə olubdur? Buz. Qazdan bərk nə olacaqdır? Fiziki. Bəli, fiziki proses. Kartofdan nişastan alınması, özümüz deyim. Bəli demişdim, kartofun tərkibi onsuz nişastadır. Nişastanın özünü çıxarmaq nə olacaqdır? Eyni maddəni özünü almaq, yəni fiziki. Bəli, 1-4, Y variantı. 15-də deyək, hər bölmədən 15 suala baxaq. 15-də uşaqlar, baxın özünüz yenə. Sol və sağ tərəfdə görsənən atomların eyni sayını islah edin. Sol tərəfdə 3 magnezium var. Sol tərəfdə 4 dəfə ki 8 hidrogen, 4 dəfə ki 8, hidrogen sayı bərabərdir. Sol tərəfdə 4 dənə kükürt var, sağda isə 3 bıraq 1, 3 dənə kükürt. Onda x-in tərkibində nağlı bir dənə kükürt var. Sol tərəfdə 4 dəfə 4, 16, sağ tərəf 4 burada, 3 dəfə 4, 12, 12, 4, 16. Oksigen də bərabərdir, oksigen də yoxdur. Onda bəli, bir dənə S var. X-in tərkibi nədir? Yalnız S. Növbət önə gətir. Qalanlar eyni şeylərdir, baxın. Bax, görün gözünüzə çətin misal varsa da deyim baxaq. Hə, sizə qrafiklərlə baxaq. Yuxarı elə. Hə, biraz yuxarı elə. Ayrı qrafik var. Sən buna baxaq. Yaxınlaşdır. Deməli uşaqlar, bilirsiniz ki, kimyəvi reaksiyalarda azalan xətt nə sayılır? Reagent. Əmələ gələn artan xətt isə məhsul. Reagentimiz hansı xəttlərdir? X-dir, azalan xətt. Bir də oksigendir. Bəs əmələ gələn artan xətt hansıdır? Bir CO2-dir əlavə, bir də
həm də yanında H2O. Belə bir qaydamız var idi. Maddənin başlanğıc miqdarı yazılır bura, baş, sonra sərf olan miqdar, sonra son miqdar. X-in başlanğıc miqdarı nə qədərdir? 1. X-in son nə qədər qalıbdır? 0. 1-dən 0-a gəlibsə, nə qədər sərf olur? 1. Çıxaq 1. Oksigenin başlanğıcı 4, sonu isə 1-dir. Nə qədər sərf olur? 3 elə. Başlanğıc çıxaq sərf. Baxın, düsturumuz budur. X başlanğıc çıxılsın X sərf bərabərdir X son və yaxud da tarazlıq. Bax, bunu unutmayın. İstənilən halda bu nəyə aiddir? Reagentlər üçün. Reagent. Məhsullar üçün məhsulun başlanğıcı olmur. Məhsulların başlanğıcı 0 yazılır. Baxın, X başlanğıc bərabərdir 0. Nələr üçün? Məhsul. Onda X sərfiyyat moduluca bərabər X sona. Nələrdə? Məhsullarda. Məhsul. Yadda saxlayın. İndi karbon qazının başlanğıcı 0-dır. Son nə qədər alınır sonda? 2 ilə, 0-dan 2-yə. 0-dan 2-yə nə qədər alınır? 2. H2O da 0-dan gəlib 2-yə. 0-dan 2-yə nə alınıbdır? 2. Sərfiyyatların qiymətlərini yazın əmsallara. Sərfiyyatda olan qiymətləri, tam nisbətlərini yazın əmsallara. Bunun sərfiyyat nə qədərdir? 1. Bura 1 yazılmır 1. Bura 3 sərfiyyat. Bura 2, burada 2. Reaksiyanın təmin aldıq. X üstə gələr 3 mol O2, alınır 2 mol karbon qazı və 2 mol H2O. Yenə sol və sağ tərəfdə görürsənən atomları eyni miqdarını islah edin. 3 dəfə ki 6 oksigen, 2 dəfə ki 4, 2 də burada 6. Deməli, sol və sağ tərəfdə oksigenlərin hamısı var, görsənir. Sol tərəfdə nə görsənmir? 2 dənə karbon var sağda. Sağda 2 karbon var, görsənmir. Sol tərəfdə X-in tərkibi karbondur. Sağ tərəfdə neçə hidrogen var? 4. 2 dəfə ki 4. Solda görsənmir. Onda X-in tərkibi nədir? 2 karbon, 4 ədəd hidrogen. Yəni C2H4. Y variantı. Şurada eyni şeydir, baxın. Sol və sağ tərəfdə bir tərəfdə görsənir, digər tərəfdə görsənməyən atomlar X-in tərkibidir. Eyni qaydada. Bu da eyni şeydir. Yaxşı, növbəti bölmədən biraz baxaq. Gətirin. Tezim. Gətir baxaq. Kimyəvi təhlüklər üzrə hesablamalar, yaxınlaşdırılır. Deyir ki, bu reaksiyada 80 qram X maddəsi tam sərf olunanda neçə qram X, Y maddəsi alınır? X-in bir tamı nə qədərdir? 40. 2X neçə eləyir? 2X kütləsi hesabla. 1X-imiz 40. 2X neçə eləyir? 80 də. Bu 80 qram sərf olanda Y nə qədər sərf olur? 2Y. 1Y nə qədərdir? 16. Bunun əvvəlində 2 var. Onda 2Y neçə eləyir? 32'lər. 80 qrama 32 qram Y sərf olanda nə qədər məhsul alınır? Saxlama qanunu. Reagentlərin cəmi nəyə bərabərdir? Məhsula. 80 32 cəmi neçə eləyir? 112. Deməli, nə alınacaq elə? 112 qram X, Y maddəsi əmələ gəlir. Yəni, C variantı. Növbəti. Hə, 2-də. Deyir, bu reaksiya üzrə neçə mol CH4-ün tam yanmasından 72 qram su alınır. Gəl baxaq. CH4 neçə moldur burada? Qabağı neçədir? 1. Bu 1 mol yananda nə qədər su alınır? 2 mol su. 2 mol su neçə qramdır? 1 mol 18-dir. 2 molu 36 ilə. Deməli, 1 mol CH4-də 36 qram su alınır. Deyir ki, CH4 neçə moldur ki, alınan su 72 qramdır. Neçə qardır? 2 dəfələ. 1-ə 36, X-ə 72. X neçə edir onda? X bərabərdir 2 mol, değil mi? 1 mol yanında 36 qram su alınırsa, 2 mola 72 qram su əmələ gəlir. Belə. Növbəti. Dərsləriniz yoxdur. Dedik. 3-də uşaqlar. Deyir ki, kalsiyum karbonatı, baxın özü də deyərsən. Kalsiyum karbonatı parçalayanda
alınır kalsium oksidlə karbon qazı ilə. Deyir ki, kalsium karbonat parçalandıqda əgər 33,6 litr, tez bu mola çevirəyim istəyirsiniz. 33,6-nı bölün 24-ə. 1 mol qazı nə qədərdir? 1,5 mol. Yəni deyir, alınan karbon qazının miqdarı 1,5 mol olarsa, deməli nəyə soruşur? Kimya reaksiyanın tənliyi bu kimidir? Neçə qram kalsium karbonat parçalanır? Reaksiyanın özündə kalsium karbonat nə qədər? 1 tam. Bunun 1 tam nə qədər kütləsi? 100. Bunun 1 tam kütləsi 100 qram parçalandıqda nə qədər karbon qazanılır? Qabaqdan kam çəksədir? 1. Demək 1 mol karbon qazanılır. Bu neçə qram parçalansa 1,5 mol karbon qazanılır. 100-ə 1-dirsə, M-ə 1,5. 100-ə 1, M-ə 1,5. Nə qədər artıq? 1,5 dəfə. Onda bu kəmiyyəti 1,5 dəfə artırır. M-də bərabərdir 150. Deməli, nə alındı? 150 qram kalsium karbonat maddəsi əmələ gəldi. Sonra, hansıdır? 4. Deyir, bu reaksiyanın tənliyi üzrə 20 qram kalsium reaksiya daxil olarsa əgər, alınan kalsium OH2-nin kütləsini hesablayın. Reaksiyanın özündə kalsium nə qədərdir uşaqlar? 1 mol. 1 mol nə qədər kütlədir? 40. 1 tamı belirtdir. 1 mol kalsium reaksiya girən zaman nə qədər kalsium OH2 alınır? 1 tam. 1 tam kalsium OH2 neçə qramdır? 1 kalsium 40, 1 oksigen 16, H da 1. 16, 1, 17, 2 dəfə 17, 34, 40 gələndə 74. Deməli, 40 qram kalsiumdan 74 qram kalsium OH2 alınırsa, 20 qram kalsiumdan nə qədər kalsium OH2 alınır? Hesablayın. 40-a 74-sə, 40-a 74. 20-yə də M. M hesablayın. Neçə eləyir? 37. Bəli, M bərabərdir 37. 37 qram kalsium OH2 əmələ gələr. Bəli. Sonra baxın, görün uşaqlar, reaksiyanın əmsallaşdırma ehtiyacı var. 1 kalsium, 1 kalsium, 2 karbon, 2 karbon, hidrogen sayısı 2, 2, 4, bəli. Burada hidrogen sayı 2-dir. 2 yazaq 4 olsun. Oksigen sayısı 2, 2 bərabərdir. Deyir, 6,4 qram kalsium karbidi artıq miqdarda götürülmüş su. Suya baxmayın, suyun miqdarı artıq miqdardadır, yəni kütləsi az deyil. Nə qədər, neçə litr C2H alınır? Burada kalsium karbid nə qədərdir? 1 tam. Bunun 1 tam nə qədər kütləsi? 64. 64 qram kalsium karbid reaksiya daxil olarsa, nə qədər C2H alınır? 1 mol. 1 mol C2H2 nə qədərdir həcmi? 1 mol qazın həcmi nə qədərdir? 22,4. Elə. İndi deyir ki, 6,4 qram reaksiya etsə, nə qədər qaz alınır? 10 dəfə az. 64-də 22,4-dürsə da 6,4-də 1. Neçə eləyir? 10 dəfə az. 2,24. 2,24. Y variant. Baxın sonra. Nədir çoxlar? X2O3-ün sulfat turşu ilə reaksiyasından alınan duzun tərkibində X-in kütlə payı 28%-dir. Burada məntiq nədir? Reaksiya ehtiyac yoxdur. Niyə? X2O3-ün tərkibində X-in valentli içədir. Bu 2 buna aiddirsə, 3 buna aiddir və 3 valentli. 3 valentli X-i sulfatla SO4 ilə birləşdirir. X 3 valentlidir. Sulfat iyon nəyidir? 2 valentli, -2. X müsbət 3, sulfat da 2 valentli, -2. Yüklər çarpaz yazın. 1 iyonun yükü, digər iyonun ayağına yazın. 3'ü yazın, SO4'ün ayağına. 3, 2 də bura. X2 SO4, 3. X2 SO4, 3. Deyir, bu maddədə X-in kütlə payı nə qədərdir? Bütöv maddənin kütləsinin 28% X-dir. X-in sayı nə qədərdir? 2. Onda 2 dənə X-in yekun kütləsi, bütöv kütlənin 28% olarsa da, 28%. 100%-in 28%-i 2X-dir. 7 faiz qalır. 70 ilə
Yerdə qalan 72% nəyin faizidir? Bunun tərkibindəki 3 dənə SO4-dür. SO4-ün bir tamı nə qədərdir? 96. Bəs 3 dənəsi 3 vurulsun 96. O da 72. Hesabla. X hesabla. X bərabərdir. Tapın. 56 eləməlidir. Baxın görün. X bərabərdir. 3 vurulsun 96. Baxın. Bıraq 28. 28 daha doğrusu. 28. Yazın var, yazın. Bölünsün 2 bıraq 72. 2 bıraq 72. Neçə edir ağa? 3 bıraq 96. Bıraq 28. Neçəyə? 24'ə. Bura qalır 3. Bura qalır 4. Buradan da 1, 2, 2, 3 dən 3 getdi. Bəli, 56. Elementin nisbi atom kütləsi, X-in bir atom kütləsi 56. Dəmir, bir variant. Növbəti. Sonra nə çoxlar? Baxın özümüz. Deyir 18 qram karbon, 18 qram karbon. Axıra dək yandıqda alınan dəm qazının mol sayı nə qədərdir? Birinci yazaq reaksiyanı. Deyir ki, karbonu oksigenli yandıranda elə eləyin ki, dəm qazı C alınsın. Əmsallaşdırın, 2 bura 2 yazırıq, burada 2 yazırıq. 2 mol CO2, 2 mol CO2. Alınan maddə budur. Deməli uşaqlar, normalda karbon nə qədər yanır? 2 mol. 2 mol nə qədərdir? 12 qram. 12 qram daha doğrusu 24. 2 qram 12, 24. 24 qram karbon yananda alınan dəm qazı neçə moldur qalağa? Neçə moldur? 2 mol. İndi 18 qram yansa neçə mol dəm qazı alınır? Tərəzi qurun. 24'ə 2, 24'ə 2. 18'ə də X. X neçə eləyir? 2 qram 18, 36 bölünsün 24. 1,5 mol. Deməli, əmələ gələn dəm qazı neçə moldur? 1,5 moldur. Növbəti. Məsələn, sual. Hə. Deməli, eyni kütlə götürülən zaman, yəni ki, artıq qalan və tam sərf olan maddə məsələsi. Bərabər kütlə götürülmüş bu reaksiyada maddələrdən biri tam sərf olunur. Proses üçün nə də olur? Baxın, X-in bir atom kütləsi 40-dır, Y 16-dır. Reaksiyanın özündə X-in miqdarı nə qədərdir? 2X. 1X-imiz 40-dır. 2X-imiz 80. Burada isə Y-in bir atom kütləsi 16-dır, 2Y 32-dirlər. Hansı maddənin tam sərf olunduğu qaydası necə idi? Verilən miqdar bölünsün özündə olan miqdara. 80 bölünsün 80, bir də var 80 bölünsün 32. Kiçik olan kəsir tam sərf olur. Kiçik olan kəsir nədir? 80 bölünsün 80. Deməli, bu tam sərf olan maddədir. Baxın, tam sərf olan. Tam sərf olan maddə hansıdır? 80 qram X-dir. Normalda 80 qram X sərf olanda nə sərf olur? 32 qram Y-lər. O da nə alınır? 80-32-nin cəmi. Sərf olan maddənin cəmi. 112 qram X-i. İndi deyir ki, yenə bu 80 qramdır. Bu 80 qramdırsa, bu nə qədər sərf olacaq? Götürülən miqdarı 32 qram. Çünki bu 80-ə 32 tənasüdür. 80-ə 32 sərf olur. Onda nə alınacaq yenə? 112 qram X ilk alınacaqdır. Bunun 80 qramından 32 qram sərf olur. Neçə qram artıq qalır? 48. Deməli, artıq qalan maddə nədir? Y 48 qram. X tam sərf olur. Bəli, 80-ə 80 tam gedirdi. Bu doğrudur. Sonra 32 qram Y artıq qalır. Xeyr, 32 yox, 48 qram artıq qalıbdır. X-in 40% artıq qalır. Xeyr, X artıq qalmırdı. 112 qram X, Y maddəsi əmələ gəlibdir, doğrudur. Bəli, əmələ gələn maddə 112 qram X, Y maddəsidir. Yenə əmələ gələn maddə. 1-dən 4, yəni A variantı. Növbəti 9. 200 qram mineralın tərkibində olan kalsium karbonatın
tam parçalanmasından 33,6 litr karbon qazı, karbon dioksid alınır. Deyir ki, mineral tərkibində kalsium karbonatı kütlə payını hesablayın. Gəlin baxaq birinci. Kalsium karbonatı parçalayanda özü verir, nə alınır? Kalsium oksidlə karbon qazı ilə. Normal reaksiyada alınan karbon qazı nə qədərdir? 1 mol. 1 mol karbon qazı alınması üçün nə parçalanmalıdır? 1 mol kalsium karbonat. 33,6 litr. Neçə mol edir? Mola çevirir. Bölünsün 33,6. Daha 24. 22 tam 14. 1,5 mol. 1,5 mol karbon qazı alınıbsa, bu nə qədər sərf olacaq? 1 mol 100 qramdır. 100 yox, 1,5 dəfə çox. Yəni 150 qram. Deməli, sərf olan maddə 150 qram kalsium karbonatdır. Onda belə çıxır ki, 200 qram maddənin içərisində təmiz kalsium karbonat nə qədər? 150 qram. Çünki niyə? 1,5 mol qaz alınıbsa, 150 qram maddə var içərisində. 200 qramın 150 qramı kalsium karbonat uşaqlar. Neçə faiz edir? Bıraq 100. 75. 200 də 150 bıraq 100. Sıfırlar gedir. 150 bölək 2. 75 faiz. Deməli, 200 qram maddənin tərkibində 75 faiz nədir? Kalsium karbonat. Evet. Yenə baxın özünüz. Deyir, bu reaksiyada təmin üzrə A qram kalsium reaksiya daxil olduqda A qram, A çıxaq 2 qram su sərf olunur. Buna görə deyir ki, alınan kalsium OH2-nin kütləsi nə qədərdir? Uşaqlar, normal reaksiyada burada nə var? 1 mol kalsium. 1 mol kalsium nə qədərdir? 40 qram. Əmələ gələn sərf olan su nə qədərdir? 2 mol. 2 mol suyun kütləsi nə qədərdir? 2 qram 18-36 ilə. 40 qram kalsiuma 36 qram su sərf olur. Neçə qram fərq edir? 40-dan 36 gəlir. 4 ilə 4 qram. İndi A-dan A çıxaq 2-yə aralarında kütlə fərqi nə qədərdir? A-dan A çıxaq 2-yə 2 ilə. Deməli, kütlə fərqi 4 olanda 40 qram kalsium sərf olur, 36 qram su sərf olur və əmələ gələn kalsium OH2 nə qədərdir? 1 mol. Və ya tapmışdıq. 1 mol kalsium OH2 neçə qramdır? 74. Yazılar. 74. İndi aralarında kütlə fərqi 4 yox, 2-dir. Kütlə fərqinin qiyməti 4-dən 2-yə, yəni 2 dəfə azalıqdır. Kütlə fərqi 2 dəfə azalıqsa, bütün maddənin kütləsi 2 dəfə azalacaq. Onda 74 yox, 37. Deməli, əmələ gələn kalsium OH2-nin kütləsi nə olacaqdır? 37 qram. B variantı. Bərabər mol sayda götürülmüş, X2 və Y2 maddələri verilibdir. Bunlar arasında gedən reaksiya axıra qədər gedir. Son qarışıqda X və reaksiya məhsulunun mol sayı bərabərdir. Burada bir məntiq var. Son qarışıqda X-in və reaksiya məhsulunun mol sayı bərabərdirsə, maddələri bərabər miqdar götürəndə, eyni miqdar götürəndə, hansı maddənin əmsalı böyükdürsə, o tam sərf olur. Onda əmsalı kiçik olan artıq qalanır. Burada əmsalı ən böyük hansıdır? İlk, 3 mol. Onda hər ikisini ilkə görə 3 mol götürün, 3 mola 3 mol. Bunun 3 molundan X-in qalağı 1 moldur. 1 mol sərf olur, 2 mol qalır. Bunun 3 molundan 3 mol sərf olur. Çünki niyə? Ən çox sərf olunma deyildir. 3 mol X götürəndə X-in deməli 1 molu sərf olur, 2 mol qalır. Əmələ gələn məhsul nə qədərdir onsuz? 2 mol. Əmələ gələn məhsulun qiymətindən X-in artıq qalan miqdarı nədir? Bərabər. Bunun məntiqi yolu nədir? Deməli, Y-in əmsalından X-in əmsalını çıxanda harada məhsulun qabağındakı əmsal alınırsa o düzdür. Bax, 3 çıxaq 1, 2, 2 çıxaq 1, 1, burada 2-dir. 1 çıxaq 1, 0, tam səhv olub, bu 2-dir. Burada 3 çıxaq 1, 2. Burada nəyin miqdarı artıqdır? X-in miqdarı. Yəni, X-in miqdarı tam səhv olur. Hansı maddənin molu çox tam sərf olur? Bizə deyir ki, elə olmalıdır ki, son qarışıqda X maddəsi qalsın. X maddəsi qalması üçün X-in qabaqdakı əmsalı Y-in əmsalından az olmalıdır. Çox olsa özü sərf olur. Burada baxın özünüz. Bax, bu 3 X sərf olanda bu nə sərf olur? 1 Y. Onda hər ikisini eyni götürəndə
nəyə görə eyniləşdirməlisiniz? Çox sərf olan maddəyə görə. Çox sərf olan maddə hansıdır? 3. Onda hər ikisini 3 götürün. Bunu 3 götürəndə 3-dən 3 sərf olur, 0. Bunu 3 götürəndə 3-dən 1 sərf olur, 2 qalır. Onda artıq qalan maddə hansıdır? Y-dir. Desəydik ki, artıq qalan maddə hər hansı maddədir, onda bu da olacaq, bu da olardı. Bu deyir, ancaq və ancaq artıq qalan maddə X-dir. Onda X maddəsi artıq qalması üçün Y-in əmsalından X-i çıxır, orada qalan fərq nəyə bərabərdir? Məhsul qiymətinə. Yəni, buradakı fərq məhsula bərabərdir. Cavab A variantı. Bu deyilən şərtə uyğun A variantıdır. Yəni, hər ikisi eyni miqdar götürəndə, X-in miqdarı Y-dən 3 dəfə az olduğuna görə, hər ikisini 3 götürəndə X-in 3 molundan 1 molu sərf olur, Y isə tam sərf olur. Sonra 12. Deyir, bu reaksiya əsasən 89,6 litr. Neçə mol oldu? Mola çevirir. Bölün 24-də. Neçə eləyir? 4 mol. 4 mol azot qazının 75% reaksiya daxil olarsa, hesablayın. 4 molun 75%, yəni 4-də 3-ü. Neçə eləyir? 3 edər, 3 mol. 4 mol azotdan, uşaqlar, 3 molu sərf olur, 3 molu. Buna görə nəyə soruşur? Alınan ammoniakın mol sayı. Əmsallara baxın. Azot 1 mol sərf olanda, bu neçə mol alınır? 2 mol. 1 mol azota 2 mol ammoniak alınır. İndi bu 3 mol sərf olubsa, onda bu neçə mol alınır? X. Hesablayın. 1-ə 2-dirsə, 3-ə X-dir. X isə deyir 6 ilə. 1 mola 2 mol alınırsa, 3 mola X. X bərabərdir 6. Əmələ gələn maddə 6 mol ammoniakdır. C variantı. Baxaq 14-də, 12 yoxsa. Aha. Deyir, bu reaksiya üzrə əgər 26 qram metalı, 26 qram hər hansı metalın xlorid turuşdan reaksiyasından 8,96. Bunu tez bölün 24-də. Neçə eləyir? 0,4 mol hidrogen qazı alınırsa, metalın kütləsi nə qədərdir? Baxın, normal reaksiyada hidrogen qazı nə qədərdir? 1 mol. 1 mol qaz alınmalıdır. 1 mol qaz alınan zaman metalın kütləsi nə qədərdir? M olsun. 26 qram metal reaksiyaya girəndə 0,4 mol qaz alınırsa, M qram metal girsə 1 mol qaz alınır. M hesablayın. M'in kütləsi, M miqdarı metalın 1 tam kütləsidir. 1 tam kütləsi. 26-ya 0,4, M-ə 1. Dəqiq hesablayın. 260 bölək 4, 65. M bərabərdir 65. Metalın nisbi atom kütləsi 65 qramdır. 14-cü misala baxaq uşaqlar məsələyə. Deyir ki, karbon qazı ilə reaksiya daxil olan kalsium oksidinin kütləsi 28 qramdır. Bu zaman alınan kalsium karbonat nə qədər? Gəlin yazaq reaksiyanı uşaqlar. Deməli, kalsium oksidlə karbon qazı reaksiyaya girir, alınır kalsium karbonat. Elə normal reaksiyada kalsium oksidin 1 mol kütləsi 28, daha doğrusu 56-dır. Tam kütlə. 56 qram kalsium oksid reaksiyaya girdikdə alınan kalsium karbonat nə qədərdir? 1 tam, qalaq 1 moldur. İndi 28 girsə neçə mol alınır? X. Hesablayın. 56-ya 1, 28 X. Neçə eləyir? Yarısı. Yarı. 0,5. 56-ya 1 tamdırsa 28-ə yarısı. Yəni 0,5. Evet. C variantı. Sonra. Nə? Bir də orada şey qaldı. Onu keçmişdim mən. Faiz məsələsi. Praktiki çıxın, nəzəri çıxın. Dərsə keçdik elə onu. 100% çıxın, bir də var ki, onun neçə faiz çıxın. Adı gəlir. Dərsin axırındaydı, praktiki çıxın. Nə gəlir? Yaxşı, baxaq. Deyir ki, 0,1 mol X üzü maddəsi tam yandıqda, X maddəsinin 0,1 mol yandırdıqda, alınan maddə oksigenin miqdarı nə qədərdir? 0,35 sərf olur. Əmələ gələn maddə karbon qazı nə qədərdir? 0,2 mol. Əmələ gələn su nə qədərdir? 0,neçə mol?
0,3 mol. Elə? Aha. Deyir, bu miqdara görə, X maddəsi nədir? Baxın, nəyə gəlmək lazımdır? X-in 1 tamına. X 1 mol sərf olarsa, oksigen nə qədər sərf olar? 0,135 10 dəfə artır. Buradan bunu 10 dəfə artırdır. 3 onda 5. Bunu 10 dəfə artıranda 2, bunu 10 dəfə artıranda 3. Aha. İndi sol və sağ tərəfdə eyni atomların sayını sahib. 3 onda 5 2 var. 7 oksigen. 2 dəfə 2 4, 3 də burada, 3 dəfə 1 3, 7. Oksigenlər yoxdur. İslah olur. X-in tərkibi nədir? Sağ tərəfdə 2 vuraq 1, 2 karbon, 3 vuraq 2, 6 hidrogen. Deməli, sağ tərəfdə nə var? 2 karbon, 6 hidrogen. X-in tərkibi nədir? C2H6. Tutardı. Sağ tərəfdə 2 karbon var, 6 hidrogen var, sol tərəf görsənmir. X-in tərkibi nədir? C2H6. Yəni A variantı. Belə. Aşağıda baxıb bunu. Alanlarını işləyərsiniz. Gətir aşağıda 5.4. 5.5 olsa. 5.5. Az da onda. Çox deyil, az baxaq. Balmaz. Bir dənə 2 dənə 3 dənə baxaq. Bax şu yadına gəlir. Hə, nəzərə çıxın. Yadına gəlmir. Bakalım, baxın. Deyir ki, əgər bu reaksiya üzrə 500 qram kalsium karbonat götürülübdür, bunun müəyyən miqdarı parçalandıqda 4 mol karbon qazanılırsa, reaksiya məhsulunun praktiki çıxımı nə qədərdir? Normal reaksiyada kalsium karbonat nə qədərdir? 1 mol. 1 mol nə qədərdir? 100 qram. 100 qram parçalansa nə alınır? 1 mol karbon qazı. Deyir indi, bu 4 mol karbon qazanılıbdır. Onda 1-dən 4-ə neçə artıq? 4 dəfə. Onda bu kütlə 4 dəfə çox olmalı. Neçə deyir? M bərabər 400 elə. Deməli, 500 qram maddənin 400 qram parçalanmalıdır ki, 4 mol karbon qazanılsın. Başlanğıc maddə 500, 100%dir, 100%. Deyir ki, tapdıq ki, parçalanan miqdar faktiki 400-dür. Bu neçə faizdir? Eta, praktiki çıxım. Yəni 500 tam parçalansa 100% çıxım edir. 400 parçalanıqdır. Neçə faiz edir? Omega, eta. Hesabını tez. Yəni 500 100'dür. 400 500 faiz edir. 80 faiz. Eta bərabərdir 80 faiz. Bəli, adi riyaziyyatdakı faiz məsələsi. Praktiki çıxıb 80 faizdir. Növbəti. Gəlir uşaqlar. Deyir ki, bu reaksiya üzrə yenə, özümüz tapır, 400 qram əhəng daşı parçalanır bəyin qismi. 67.2, yəni bunu bölün tez 22.4-dən, yəni 3 mol. 3 mol karbon qazanır. Yenə eyni şeydir. Bu maddənin 1 molu 100 qram tam parçalansa, 1 mol karbon qazanır. İndi bunun neçə mol parçalanır, neçə qram parçalanır ki, 3 mol karbon qazanır, 3 mol. M neçə eləyir? 300 elə. Buradan bu 3 dəfə artıqda 300, 3 dəfə artıqda. Ancaq başlanğıc miqdarı nə qədərdir? 400. 400 qram tam parçalansa 100% çıxımıydı, 300 qram parçalanıqdır, eta. Eta bərabərdir, neçə faiz yəni? 75%. Gördüyünüz kimi eyni şeydir. Yəni, buna baxaq, dirək yaxşı. Baxın. Deyir ki, bu reaksiya üzrə 388 qram sink sulfit maddəsi yandıqda 75% çıxımdan nə qədər sink oksid alınır? Ya birbaşa 388-in tapın 75%-ni, 4'də 3'ünü. Deyir, burada parçalanıqdır. Başlanğıc götürülən 388 qram maddənin 75%, yəni 4'də 3 parçalanır. 4'ə bölsək olur. 4'ə böləndə 9, 36, 28, 97. Vuraq 3. 3 vuraq 97. Yəni 3 mol. 3 vuraq 97. Bunu 1 mol 97 baxın. 1 mol hesablayın. 65, sil, 32 şu. 97. 1 mol 97 isə reaksiyanın özündə 2 moldur. 2 vuraq 97. İndi olubdur 3 vuraq 97. Yəni 1,5 dəfə artı belə. 2 vuraq 97 qram sink sulfit sərf olanda nə qədər sink oksid alınır? 2 mol. 2 vurulsun sink oksid 65 plus 16, 81.
İndi deyək ki, 3 mol alınıbsa, 2-yə 2-dirsə də 3-ə 3 mol, 3 vuraq 81. Əmələ gələn sink oksid nə qədərdir? 3 mol. 2 mola 2 mol alınırsa 3 mola 3 mol. 1 molu kütlə 81-dir. 3 molu 3 vuraq 81, 243. Deməli, 243 qram sink oksid maddəsi əmələ gəlir. Bu da tez baxan yeni şeydir. Baxın özünüz. 500. Nə deyir uşaqlar? Deyir ki, bu reaksiya üzrə yenə alınan karbon qazı 4 molsa, normal reaksiyada bu maddə nə qədər 100 qram. Bunu 100 qram parçalandıqda nə qədər karbon qazı alınır? 1 mol. 100-ə 1-dirsə, neçə qram parçalanıb ki, alınan karbon qazı 4 moldur. 4 dəfə çox, 4 dəfə artırır, 400. Başlanğıc miqdarı nə qədərdir? 500. Onda 500 parçalansa, 100% çıxındırsa, 400 parçalanıbsa, neçə faiz çıxındır? Eta. Hesablayın. 500, 100, 400 eta. Eta bərabərdir 80%. Bu qədər. Aydın uşaqlar, yaza bilərsiniz.